Həyatı ölümdən xilas eləyə bilərsiniz. Bu səfər kinoya eləmirəm, valla çox ciddiyəm. Əgər həmin adam bu baş qəhrəmanın oxuduğu kitabları, dinlədiyi mahnıları, qulaq asdığı filosof fikirlərin qulaq asırsa, o adamı o mühitdən təcili dartıb çıxartmaq lazımdır. Yoxsa onun da sonu bax burada olduğu kimi olacaq. Elm bunda, savad bunda, zövq bunda. Kitabın birini qoyur, birini götürür. Amma oxuduğu kitablar, dinlədiyi replər bu adama dayanmadan nihilizmi, yəni mənasızlığı aşılayır. Mənasızlıq təbliğ olunan həyatın axırı bax burada yazılan o labüd 3 sondan biridir. Ya intihardır, ya da ölümü, intiharı müvəqqəti olaraq təxirə salmaqdır. Kitab intihara sövq eləmir, əksinə fərqindəlik qoyur ki, hər təriflənən şey yaxşı deyil ha, nə oxuduğuna, nəyə qulaq asdığına fikir ver. İndi keçək o biri hekayələrə. Özümü hansısa yad bir mətbəxin, qəribə, amma bir qaşıqdan sonra adamda yemək istəyi yaradan o dadlarının, ləzzətlərinin dadına baxırmış kimi hiss eləyirdim. Falçaya gedən qadından tutmuş yerli Neoya qədər hər biri fərqli mövzularda, reallıqla sürreallıq arasında, yəni xəyal dünyası arasında elə keçidlər elirdi ki, özünə gəlib baxırdın ki, balam tərəzi əyilib. Bu iş o işdən deyil. Amma verdiyin yeganə reaksiya bu olurdu. Belə də olmalıydı da. Düzü kitabda başını ayağını tuta bilmədiyim hekayələr də var idi. Amma absurdizm bizim üçün yenilikdir. Ona görə bu fərqli təxəyyül məhsulunu oxumaqdan ləzzət alırdım. Bu ləzzəti artıran başqa bir şey də müəllifin yerli yazıcı olmağıdır. Yerli. Xoşbaxtlıq.